əziz müəllimlər və dəyərli şagirdlər. Bugün biz burada Azərbaycan musiqisinin görkəmli nümayəndəsi bəstəkar Zakir Bağırovun anadan olmasının 110 illiyinə həsr olunmuş möhtəşəm konsertdə toplaşmışıq. Sizi bu gözəl musiqi konsertində salamlayırıq və xoş gəlmisiniz deyirik. Buyur Aliyə. Bugün sizə Azərbaycan musiqisinin dəyərli simalarından biri bəstəkar Zakir Bağırov haqqında danışacağım. O 1916-cı ildə Şuşaya dünyaya gəlir və musiqi mədəniyyətimizin formalaşmasına xüsusi xidmətləri olan sənətkarlarımızdandır. Zakir Bağırov yaradıcılığında arabeska öz incə və zərif musiqi dili ilə seçilirdi. Arabeska ifa edir Əsgərova Leyla. Yaradıcılığında romans janrı xüsusi yer tutur. Onun romansları lirik, yəni his və duyğularla zəngin musiqi əsərləridir. Romans ifa edirlər Şaban, Rafiq, Avazadə İnci. Zakir Bağırovun prelüdləri lirika ilə zəngin, incə və düşüncəli melodiyalara malikdir. Prelüd ifa edir Pirmuradova Ülker. Bu əsərlərdə bir obraz, əhval-ruhiyyə və ya kiçik bir musiqi hekayəsi ifa edilir. Piyes ifa edir Əzizova Sədəf. Yavaş və axıcı üzərində qurulan zərif melodiya dinləyicidə sakitlik, nostalji və bir qədər övrək hisslər yaradır. Sentimental vals İfa edir Nəsirli Aliyə. konsertimiz bitmiştir. Diqqətinizə görə təşəkkür edirik. Çox sağ olun.